Salam, bugün bize kim baxırsa və izləyirsə hamınıza gözəl, xoş gün, əhval-ruhiyyə arzulayıram. Artıq bahar qapımıza döymək üzrədir. Gələn günlərimiz xeyirli və bərəkətli olsun inşallah. Bu günləri kök şirəsini hazırlamasını sizinlə paylaşıb bölüşmək istəyirəm. Kök bilirik ki, vitaminlərlə və minerallarla zəngindir. İnsan orqanizminə çox xeyri vardır. Qaraciyərə, sinir sisteminə, sümük ağrılarına belə xeyri çoxdur. Onu da deyim ki, hətta şirəsinin körpəyə 2 aylığından başlayıb vermək daha da yaxşıdır. Düzdür, birdən-birə hər hansı bir millilitri yox, müəyyən bir qədər, yəni çay qaşığının birinci dəfə 1/4 hissəsini, sonra isə gündə artırmaqla körpəni öyrəşdirmək lazımdır. Beyin fəaliyyətini daha da gücləndirir, sümüklərə dediyim kimi xeyri də var. Salatları da daha da dadlı olur. Səhifəmizdə müəyyən salatları var, baxmaq istəyənlər baxa bilərlər. Ümumiyyətlə, kök çox xeyri var. Sizlər də hazırlayın və yaxud sizlər də nələr bilirsinizsə mənimlə paylaşın, bölüşün. Ataların belə bir misalı var. Nə qoyarsan ənginə, o da çıxar rənginə. Hətta kökdən ev şəraitində hazırlanan maskalardan da istifadə edin. Çünki bahar gəlir, dəriyə qulluq daha da yaxşıdır. Kök insan dərisini cavanlaşdırır, daha da gözəlləşdirir. Kökü təmizləyirəm. Hətta arıqlamağa belə köməklik edir. Arıqlamaq üçün də yaxşıdır. Əgər tamamilə kök şirəsini təkcə içə bilmirsinizsə, içərisinə 1-2 alma da əlavə edib şirəsini çəkin. Onda da dadı daha da yaxşı olur və xeyirlidir. Təmizlədikdən sonra şirə çəkən maşından istifadə edirəm. Əlbəttə ki, mətbəxdə ən yaxın köməkçidir. Məsləhət görərdim, sizlər də alın, istifadə edin və yaxud da ki, sürtkəcin xırda gözündə rəndələyib şirəsini çəkin. Onda qənaət etmiş olmuruq. Yəni, tamamilə o vaxtı şirəsini çəkib çıxartmaq olmur. Hazır, bugün də hazırladığım bu qədər. Sizinlə paylaşdım, bölüşdüm. Siz də bildiklərinizi mənə yazmağı belə unutmayın. Sağollaşmıram, hələlik deyirəm.